Dayanın, bu sadəcə bir mələşmə deyil. Ana ilə balanın bir-birini tapma anıdır. Ramazan ayının bu bərəkətli günlərindən sizə təsərrüfatımızdan ən sevdiyim səhnəni göstərirəm. Qışdır, otlaq zəifdir. Qoyunlar çöldə tam doymur. Üstəlik də balalıdırlar. Ona görə də otlaqdan gələn kimi əvvəlcə də arpa veririk ki, qüvvətli olsunlar. Və sonra quzularla görüşdürülür. Bu səhnəni hər dəfə izləyəndə adamın bütün yorğunluğu çıxır. Günün zəhməti həmən anın içində əriyir. Deyirlər, zəhmətin qədrini zəhmətkeş bilər. Bizim üçün bu sadəcə heyvandarlıq deyil, bu bir yaşam terapisidir. Bəs siz bu görüşü izləyəndə nə hiss etdiniz? Fikirlərinizi yazın.